Dostlar, bugünkü videomuzda sizə W210 avtomobilləri təqdim etmək istəyirəm. Birinci avtomobilimiz Elasis 4 faradır. Salonu, parça salonu, çexolun üzlənib, 357 min yürüşdür. Elegans modeli, lükü yoxdur. Məlumatdan verə bilərsən? Məlumatdan. 96-cı il, 8 motor, Benzin də. benzin, Kondisioner, kondisioner işləyir, işləyir. yetişdir, kondisioner işləyir. Avtomobil bir dənə individual kosmetik işləri var. Kosmetika işləri var. Qiymətinə görə deyilir. 7 min. 7 min 4 farə. Əgər alıcı olsa, zəng edib əlaqə saxlaya bilər. Əlaqə nömrəsi də 95-68 təşələr də arxa təzədə qabaq yeniləməlidir. Qabağın biri dəyişilməlidir, arxalar amma yaxşı. 7 min motor əsas yaxşı versin. Motor ailəli. Motor kartdan alır. Sürətlə qüsünə atma geçmə yoxdur. Növbəti bir avtomobili təqdim edir. 4 fara. Parça salondur, lükü var, işdə vəzifədir. Klimat kontrol, Android monitor, avtomat sürətləmisi. 436 min yürüşüdür. İli nə idi? 2000-ci ildir, elegans modelidir. 4 altı təzəşələri var. 2.7 CDI-dir. Avtomobilin vuruğu olmayıb. Vuruğu udarı yoxdur. Dəyişən italı yoxdur. Konser işləyir. Konser işləyir. Təmiz 4 far axtarımlar. 4 farı sizin üçündür. Qiymət nə qədər? Yarım qiyməti deyilir. Bir alıcı olsanız olacaq. Əlaqə nömrəsi 070 667 0064. Motorunda qarpız heç var yoxdur. Dostlar, sizə növbəti bir 4 faranı təqdim edeyim. W210 Kuza. Məlumatlarını verəsiniz. 98'dir, 2 sadə motordur, zavod maşındır. Kondisioneri buz kimi, mosta səs yox, korobka gecikmir, lükü işlər, avtopilotu işlər. 9 yarıma deyirəm, maşın öz adımadır. Klimat kontrol, piyano magnetofon, avtomat korobka. Əlaqə nömrəsini deyirsiniz? 055 558 0992. Qiymət nə qədər? 9500. 9500 avtomobil qiyməti deyilir. Real alıcı olsa aşağıya doğacaq. Parça salonda lükü var, işdə vəzifədir. Təkələrini vəzifədir. Avtomobilin kosmetika ehtiyacı var. Buferi dəyişilməlidir. Avtomobil avantgarddır. Qabanla arxa bufer dəyişilməlidir. 9500 deyilir, sahibi də qiymətdən çıxar. Endirim olacaq. Real alıcı olsa zəng etsin, əlaqə saxlasın. Zavod maşındır. Maşına da baxa bilərlər. Sumqayıt. Sumqayıt şəhərində maşına da baxa bilərsiniz. Qabaq buferlə arxa buferi çıxarsa genişdir. Ha, çıxaram. Geydirməsi 170 manatdır, orijinalda olsa 300 manat. Təşələr təzədir,
yağ azaltma yoxdur, karabkasının gecikmə vurma yoxdur. Kondisioner işlə vəzifədə, buz kimi. Sən qoşma, arka qamaq üstə. Lüku işlək ya. Karıqlara vurma, gecikmə yoxdur. Mosta nə səs var, nə bir şey. Heç nə yox. Maşınlarda siz aparıb yoxlada bilərsiniz. Hara siz yoxlada bilərsiniz. Nə problemsə sahibi tərəfdən qarşılanır. Dostum, növbəti bir avtomobili təqdim edeyim. Mercedes 4 Fara. Məlumatdan verə bilərsən. 2 CDI-da qiymət 12.500. 12500 manat qiyməti deyilir. 2000-ci ildir. Dəyişiklik olub. Yoxdur. Parça salondur. Kondisioner işlək vəzifə. Kondisioner buz kimidir. Hər bir funksiyası işlə vəzifədir. 2 CDI. Motorunu yazılma yoxdur ki. Karabkasına gecikmə var. Hamısı icra vəzifədir. Salamlar. İlir. 2000-ci il. $12.500 manatda avtomobilin qiyməti deyilir. 2 CDI. $12.500 qiymət deyir avtomobilin. Əlaqə nömrəsini deyə bilərsən. 050 430 7085. Dostum, sizə növbəti bir 4 faranı təqdim edeyim. İl nədir? 2001. 2001 motor. 2.7 Siday. 2.7 CDI. Sizə en qızdıranları, Android monitoru, lüku var, lükun işləv vəzifədir. Dəri salondur, tam full versiyadır. Yürüyüş nə qədərdir? Yürüyüş qardaşım, Priborda hal-hazırda 821.000 göstərir. 820. 2024-cü ildə avtomobil motorunda yaranan nasazlığa görə Almaniyadan gəlmə 160.000 probeglə motor aldıq və 2024-cü ildə, yəni tex pasportu göstərim, maşın qeydiyyatdan keçdi və indiki qayda qanuna görə Baş Dövlət Yol Polisi İdarəsində yəni silinmə, enzi silinmə, yəni qeyd olunub, alan adam da ki rahatlıqla sürə bilər. Motoruna dəyişib başqa motor qoyula bilərsiniz, əgər istəsəz. Aha, motorunda karabkasında heç problem yoxdur. Motor karabkada heç bir problem yoxdur, avangarddır. Başqa da ki, Zavaska öz kraskasıdır, vırıq-ular yoxdur, çürüyü yoxdur. Yəni bu qədər. Sözlərlə mən təqdim edeyim avtomobili. Təkərlər sporuna da baxa bilərsiniz. Motor nə idi? 2.7 Siday. 2.7 CDI. Ekonom avtomobillərdən biridir. Maşın arxa səsli bu cürdür. Bagajlar açıq. Arxa görünüm kamerası da var. İşləyirlər. Basotma sistemi. Avtomobil tam dolu vəziyyətdədir. Burasına da baxa biləriksə. Bu remontat da var, koymuş amarat, nə vaxt dəyişilir. Sürü pası. Sərfiyyat barədə də danışaq. Sərfiyyat nə? Trasta sərfiyyatı məməlsin. 4-4 yarım. Şəhəriçi 6-6 yarım. Yəni bu hissəni rahat çək. Bakavin oyundan buradan baxmaq istəyənə, yəni baxar buradan. Maşın səliqəli. Maşında bürüşdə heç problem yoxdur. Motorunu yazılsa yoxdur. Yağın vaxtı vatan dəyişilir. Lamparda siz yoxlada bilərsiniz. Nə problemdirsə siz tərəfdən qarşılayın. Yəni bir ekranda xətt çıxartmaz maşında. Dostum, növbəti bir avtomobilə keçək. Mercedes 4 Fara W219-a. Salonlu parça salondur. Sərgiyə vəzifədir. Söküdən söz gelə bilməz. Sizə en qızıranları, klimat kontrolu, avtomat sürətlər qutusu. Məlumatdan verəcəm. 98-ci 2.4 Viabraz motordur. Motor karabka mostu əladır. Bez detaldır. Detal dəyişilməkdir. Maşınımızın bu cürcündə 1 manat xərci yoxdur. Yürüyüş nə qədər? Yürüyüş dəqiqədir. 5
580 min. 580 min orijinal girişdir. Sırf avtomobil çöldən də 360 dərəcə təqdim edir. 4 də altı tərtib keçənləri var. Klasik modeldir. Arka görüntü kamerası da var. Nasıl tertemiz. Motor neydi? 4 veya biraz. 4 vibrat. Motorunda kalkma ses var. Hiçbir problem Yalnız yoktu. bakma. Yok motor karabkan konusunda her şeyine cevap verir. İşlemiyor funksiyasına kadar. Park radarlarına kadar işleyir. Ahbab harisi yoxlada da bilərsiniz. Maşına nə problem çıxsa sahib tərəfdən qarşılar. Qabağında avto radar da var.